Tədbirdə Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov bildirib ki, bu sahədə çalışan əməkdaşların əməyinin yüksək qiymətləndirilməsi göstərilən diqqətin və qayğının bariz nümunəsidir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncam əsasən Naxçıvan Muxtar Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətlərinə görə Məmməd Həsənov Cəfər Vaqifoğlu, Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə Bağırova Aynurə Əskər qızı, Bağırova Sona Fərəməz qızı, Qasımova Xədicə İsmail qızı, Quliyeva Lətifə Lətif qızı və Quliyeva Solmaz Lətif qızı rəşadətli əməyə görə nişanları ilə təltif olunub. Təltiflər idarə rəhbərliyi tərəfindən əməkdaşlara təqdim edilib. Təltif olunan əməkdaşlar çıxış edərək göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildiriblər. Məclisin sədrinin birinci müavini Bəxtiyar Məmmədov təşəkkürümüzü bildirir. 30 ildən artıqdır ki, Mərkəzi Dövlət Arxivində arxivçi vəzifəsində çalışıram. Bu yaxınlarda bizim arxivimizin 100 illik yubileyi keçirilmişdir. Bu yubiley münasibətinə dövlətimiz tərəfindən rəşadətli əməyə görə nişanı ilə təltif olmuşdur. Buna görə də biz təşəkkürümüzü dövlətimizə, başda bizim rəhbərliyimiz olmağına hər bir kəsə təşəkkürümüzü bildiririk. Çalışacağıq ki, bundan sonra da bu ehtimatı doğruluq. Mən də Naxçıvan Muxtar Respublikasına xidmətləri üzrə nişan ilə təltif olundum. Bu mənim üçün böyük bir şərəfdir. Qeyd edim ki, ilk əmək fəaliyyətimə dövlət arxivində başlamışam və hazırda burada baş məsləhətçi vəzifəsində çalışıram. Dövlətimə xidmət etmək mənim üçün bir böyük qürur mənbəyidir. Yüksək təltifə görə dərin minnətdarlığımı bildirirəm. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Namiq Abbasov, NTV Xəbər.